Urmi nəzəriyyəsinə əsasən türklər mərkəzi Urmiya gölü ətrafında yaşamış, Türk Boylar Federasiyasından, birliyindən formalaşmış bir xalqdır. Və eramızdan əvvəl 5-ci, 4-cü minilliyə baxası olsaq, artıq Şumerlər dönəmində daha sonra Akkadların, yəni proto-Hami-Samilərin, Yahudilərin, Ərəblərin əcdadlarının Şumer ərazilərinə gəldiyini, burada məskunlaşdığını, daha sonra isə Akkadların Şumerləri istila etdiyini, daha sonraki minillikdə isə Assur və Babil dövlətlərini qurduğunu görürük. Və eyni ilə qərbdə Qaradənizin şimal hissəsində formalaşan proto-Hind-Avropa xalqının əcdadları yavaş-yavaş Anadoluya enmiş və buradan məskunlaşmışdı. Və digər bir hissə, yəni proto-Hind-Avropa əcdadlarının bir hissəsi isə şimaldan Qaradənizin üzərindən Xəzər dənizinə tərəf gəlmiş və oradan daha sonra üzü cənuba doğru enmiş, Xəzər dənizi, Aralıq dənizi arasından üzü aşağıya doğru enərək buradan ayrılan iki qoldan bir hissəsi Hindistan ərazisinə, digər bir hissə isə Elam ərazisinə, günümüz İran körfəzi, köhnə adı ilə Kəngər Pars körfəzi ərazisinə gəlmişdi. Və onların bu əraziyə gəlib çıxması təxminən eramızdan əvvəl 8-ci əsrə təsadüf edir. Və biz həmçinin rəsmi tarixin dediklərini qəbul edəsi olsaq, Hurilərin və həmçinin Urartuların da Qafqaz dilli xalqlar, daha dəqiq deyəsi olsaq, proto-çeçenlər ola biləcəyi ehtimalı üzərinə, demək ki, Qafqazdan da eramızdan əvvəl 3-cü, 2-ci minilliyə doğru Anadoluya Qafqaz dilli xalqların da gəldiyini görürük. 6-cı, 5-ci minillikdə türklər mərkəzi Urmiya gölü ətrafında olub, Xəzər dənizi, Ağdəniz, Qaradəniz, Qırmızı dəniz dairəsində yaşayan bir xalq idisə, daha sonra proto-Hami-Samilərin, proto-Hind-Avropalıların və proto-Çeçenlərin bu ərazilərə doğru gəlməsi ilə türklər Urmi gölü istiqamətində mərkəzə doğru sıxışmış və daha sonra zaman-zaman şərqə qərbə köçlər etmişdir. Və Firidun Cəlilov arxeoloji qazıntıların təhlilinə əsasən iki böyük köç dalğasının türklərin şərqə doğru köç etdiyini qeyd edir. Bundan ilkinin eramızdan əvvəl 4-cü minillikdə baş verən köç, növbətisinin isə eramızdan əvvəl 2-ci minillikdə baş verən köç olduğunu göstərir Firidun Cəlilov öz Urmi nəzəriyyəsində.